mənim əzizlərim, 2026-cı il Qoç üçün necə keçəcək ona baxacağıq. Yenidən qurulma ilidir. Çətinliklər bizi zəif yox, güclü edəcək. Yəni heç bir çətinlikdən qorxmayın. Gəlin ilk öncə tranzitlərə baxaq. Və Günəş 2026-cı ildə 20 mart 19 aprel sizin ayınızdır. Yeni başlanğıclar, özünü ön plana çıxartmaq, liderlik qərarlar qəbul edəcəksiniz. İlin ən güclü dövrüdür sizin üçün. 20 martdan 19 aprel arası. Sonra Saturn həyat imtahanları başlayır. İl boyu bilirsiniz ki, Saturn Qoçda olacaq. Birbaşa elə bil ki, Qoçun üzərində olacaq. Birbaşa ona görə onun iki fazasına diqqət etməliyik. 15 fevralın 10 aprel arası, 20 avqustdan 15 noyabr arası, yəni biraz sıxıntı yarada bilər. Böyük məsuliyyətli olmalısınız. Həyatda planlarınız dəyişər, baxın, planetlərin Qoçda olmağına. Yəni gecikmələr, hər hansı bir sınaqlarla qarşılaşa bilərsiniz. Səbir göstərməyiniz çox vacibdir. Səbir göstərməyən Qoçlar üçün çətin olacaq. Neptun 1 yanvardan 26 yanvara qədər balıqdadır, amma 26 yanvardan sonra yenə Qoça keçəcək. Biraz hisslərinizə güvənməlisiniz. Burada kritik vəziyyət ancaq mart və sentyabr ayları biraz çətinlik göstərir. Qalan aylar yaxşıdır. Jupiter 1 yanvardan 30 iyuna qədər xərçəngdə olacaq. Ev, ailə məsələləri, emosional dəstək görə bilərsiniz. 30 iyundan 22 iyula qədər Jupiter şirə keçir. Bu sizin ən gözəl, ən şanslı mərhələniz sayılır. Sevgidə, işdə, şöhrətdə, hər bir şeydə də, yəni hər şeydə yaşıl işıqdır sizin üçün. Mart-avqust aylarına biraz diqqət etməlisiniz. Riskli dövrlər Qoçlar üçün ümumilikdə həmin aylardır. Aqressiv olmayın, tələskənlik etməyin. Pluton da il boyu bilirsiniz dolçada olacaq. Dost çevrəniz dəyişəcək, gələcək planlarınız dəyişəcək. Deməli, sizin üçün aprel ayı, iyul ayı, noyabr ayı çox müsbət dövrdür. Amma biraz fevral, mart, oktyabr aylar biraz gərgin keçə bilər. Belə, köhnə dostlarınızı bilərsiniz və yaxud da çox güclü insanlar həyatınıza girə bilər, çevrəniz dəyişə bilər, hədəfləriniz arta bilər. Yəni, çətinliklərlə qarşılaşsaz da hamısının ötəsindən gələcəksiniz. İndi keçək, ay kartlara baxaq. Kartlar bizə nə vəd eləyir? Qoç bürcü. Ümumiyyətlə, yanvar ayından başlayaq. Yanvar ayında Saturn Qoçda olacaq. Məsuliyyət hissi daha ağır basacaq. Yəni ki, bəzi məsələlərdə hətta özümüzü Qoçlar sıxılmış hiss edə bilər. Sağlamlığa fikir verilməlidir və tələsməməlidir. Ümumilikdə biraz kədərli ola bilər, sıxıntıları ola bilər, amma siz güclüsüz, dəstək ala bilərsiniz, daxili rahatlıq və yenilik istəyə bilərsiniz. Fevral ayı üçün baxırıq. Fevralda Saturnun təsiri var, bilirsiniz. Həyat planlarınızı gözdən keçirməlisiniz. Üçüncü gözünüz açıqdır, hisslərinizə güvənin. Sevgi məsələlərində bəzi şeylərin fərqinə varacaqsınız. Sevgi məsələlərində bəzi hadisələr aydınlığa çıxacaq. Bəzi məhdudiyyətlər yəni ki, qaçınılmazdır. Ona görə səbir tələb edən bir aydır, fevral ayı. Keçirik mart ayına. Mart ayı biraz çətin göstərir. Neptun Qoçda olacaq. Böyük qərarları ertələməlisiniz. Çünki özünüzü yaxşı hiss etməyə bilərsiniz. Nələrsə sonlandırmaq istəyə bilərsiniz. Qərar vermək məcburiyyətində qala bilərsiniz. Amma bu onu göstərir ki, siz qərarlarınızı bu mart ayında verməməlisiniz. Mart ayında qərarlarınızı ertələyin. Keçirik aprel ayına. Aprel ayı 20 martdan 19 aprelə qədər bilirsiniz ki, Günəş Qoçda olacaq. Güc, liderlik, yeni başlanğıclar, kontrol sizin əlinizdə olacaq. Biraz səbirli olmağınız vacibdir. Dəyişiklik güclü, amma çox ciddi aydır. Saturn bilirsiniz ki, məsuliyyətsiz olan heç bir adımı qəbul eləmir. Yəni, onu məhv eləyir, darmadağın eləyir. Ona görə səbirli olun, kontrolu əlinə alın və dəyişikliklər edə bilərsiniz. Keçirik may ayına, Qoç bürcü. May ayında keçmiş səhvlərlə bağlı üzləşmələr ola bilər. Şəxsi həyatınızda hər hansısa bir imtahanlardan keçə bilərsiniz.
Fiziki yorğunluq yəni mümkündür. Fiziki yorğun özünüzü hiss edə bilərsiniz. Üsyankar davranışınız ola bilər. Amma may ayında sizə tövsiyə olunur ki, rejim və nizam vacibdir. Yəni nizamlı həyat sürməlisiniz. Hər şeyi, yəni ki, nizamla eləyərsiniz. Qayda qanunlara uyğun icra edəsiniz. İyun ayında bilirsiniz ki, Jupiter 30 iyunda Şir bürcünə keçir. Sevgi, yaradıcılıq, uğur gözləyir. Rahatlama dövrüdür, istirahət dövrüdür. Ruh yüksəlişi olacaq, hər şeyi axarına buraxırsınız. Şanslı dövrdür sizin üçün. Keçmiş, yəni buzlaşmış olan hər bir şeyi geridə qoyun. Yəni onlara tərəf baxmayın. İyun ayında sizin üçün əslində şanslı dövrdür. Hər şeyi axışınıza buraxsınız, çox şanslı dövrdür. İyul ayı. İyul ayı sizin üçün çox uğurlu aydır. Diqqət mərkəzində olacaqsınız, təcrübələrinizdən yararlanacaqsınız. Hətta iyul ayında Jupiter şirdədir. Deməli, transformasiya ola bilər sevgi məsələlərində. Sevginiz artar, etirazınız artar. Özünüzü daha sərbəst, daha dəyişik hiss eləyə bilərsiniz. Ətrafınızdakı olan insanlar anlaya bilər. Sizin üçün iyul ayı çox uğurludur. Bu ən xoş aylardan biridir qoçlar üçün. Keçirik avqust ayına. Avqust ayında cəsarətli olmalısınız. Enerji yüksəkdir, amma risk artır. Risk etməlisiniz, risk artır. Tələsik qərarlara diqqət eləyin. Ətrafınızda olan insanlara diqqət eləyin. Aldadılma riski yüksək olan bir dövrdür. Bu da sizə balanslı olmağınızı məsləhət görür. Yəni, həmin dövrdə hər şeyi ölçülü eləyin. Hər şey qədərində gözəldir. Keçirik sentyabr ayında. Sentyabr ayında iş gündəmdə olacaq. Özünüzü yorğun, stresli hiss eləyə bilərsiniz. Hər şey sanki yavaşlamış kimi gedəcək sentyabr ayında. Enerjiniz biraz düşük ola bilər. Amma özünüzü dinləyin. Yeni üfüqlər özünüz üçün aça bilərsiniz. Yeni addımlar ata bilərsiniz. Oktyabr ayında özünüzə inanın, hər şey mümkündür. Sakitliyə çəkilin. Açıq danışmaq vacibdir, dürüst olmaq vacibdir. Əgər gizlilik olsa gərginlik yarana bilər. Biz huzurun olmağı, sakitliyin olmağı üçün dürüst davranmalıyıq. Noyabr ayı üçün açırıq. Noyabr ayında köhnə qorxularınızı buraxın. Çünki yeni mənbələr, yeni yaradıcılıq planlarınız ola bilər. Sanki bu noyabr ayında qoçların daxili gücü formalaşır. Daxili yaradıcılıq, daxili transformasiya başlayır. Psixolojik olaraq da çox dərin bir ay olacaq. Nəyin doğru, nəyin yanlış olduğunu bu ay anlayacaqsınız. Dekabr ayında sizin üçün köhnəni buraxırıq. Qərar verməlisiniz dekabr ayında. Gələcək planlarınızı, hədəflərinizi bilməlisiniz. Agresiyadan uzaq olmalısınız. Köhnə işə yaramayan heç nəyi öz həyatınızda saxlamırsınız. Uğur göstərir sizin üçün. Dekabrda planetlərin tranzitinə baxsaq, bu təhsillə bağlı uğur ola bilər, səyahətlə bağlı uğur ola bilər. Həyatınızda, yəni dekabr ayında çox gözəl dəyişikliklər ola bilər. 2026 genellikdə Qoç bürcü üçün böyümə, yetkinləşmə ilidir. Çətin başlayır, amma çox güclü bitir. Uğurla bitir. Mart-aprel həyat imtahanı ilə qarşılaşa bilərlər. İyul ən şanslı, rahatlama, hər şeydə uğur qazandıqları ay olacaq. Avqust, sentyabr ayında enerji zəif olacaq, amma balansı gözləməlidirlər. Noyabr ayı onların daxilən çox güclənəcəyi bir aydır. Belə, diləyirəm 2026-cı il qoçlar üçün çox-çox uğurlu olsun. Sevgi, uğur, şans onlarla olsun. Görək, indi mələklərin 2026-da qoçlara məsləhəti. Bu ilin məsləhəti. Gecikmələr olacaq həyatınızda.
Planlarda dəyişikliklər olacaq. Bəzi gerçəkləri heç qarşınızdakının xətrinə dəyərmi, dəyməzi düşünmədən dilə gətirə bilərsiniz. Amma sizin çox güclənəcəyiniz bir il olacaq və yeni təcrübələr qazandıracaq. Amma sizi güclü edəcək. Bu qədər. Ümid eləyirəm ki, 2026-cı il sizin üçün çox düşərli, uğurlu olar.